Əkbərov Sabir Qaraoğlu. Mən uzun müddət Yedibasar rayonunun Xalisə kənd kolxozunda işləmişəm. Rəhbər vəzifələrdə kolxoz sədrinin müavinliyinə qədər işləmişəm. Burada hər qarış torpağımızı qarış-qarış tanıyıram, gəzmişəm. Hər kəsə öz yaşadığı doğma eli, obası, vətəni əzizdir. Vətən dərdi, vətən həsrəti çox böyükdür. Vətən dərdi qədər heç bir dərd böyük ola bilməz. Bugün bizim Xalisə kəndindən çıxmağımızın 20 ili tamam olur. 1988-ci ilin 30 noyabr günündə axırıncı dəfə Xalisə kənd cəmaatı oradan deportasiya olunub çıxardılıbdır. Bu tədbiri Bilal İsmailovun başçılığı ilə hazırlanıbdır. Biz ona öz təşəkkürümüzü bildiririk. Kəndimizi hər il belə 30 noyabrında anım gününü keçirməyə hazırlaşmalıyıq. Unutmamalıyıq. Bu bizim qan yaddaşımıza yazılmalıdır ki, 30 noyabr 1988-ci ildə Ermənistanın Bedi rayonunun Xalisə kəndində axırıncı deportasiya günü. Ermənistan Yazıçılar Birliyinin sədri Hidayətin imzası. Hörmətli Əkbərov Sabir, siz Ermənistanda yaşayan Azərbaycanlı yazıçıların Respublika müşavirəsinə dəvət olunursunuz. Müşavirə may ayının 20-sində Ermənistan Yazıçılar İttifaqının kiçik salonunda Barekamutçun küçəsi 3 başlayacaqdır. Yerevanda gecələmək üçün may ayının 19-undan 21-ədək mehmanxana sifariş verilmişdir. Ezamiyyət xərcini Yazıçılar İttifaqı ödəyir. Səni təbrik edirəm. Sənə uzun ömür can sağlığı. Ailə sədəti hazırlayır. Yolcu sənə mən 100 il, 200 il həyat hazırlayır. Allah tamam əvvəldən sənə ömür qismət edir. Onu sağlar yaşasın. Burada oturanları iştirak edən səni təbrik edirəm. Uzun ömür can sağlığı. Həmişə belə mehriban olasın. Mənlə sənin vəsiyyətlə hamı səndən razı. Ona görə sən yaxşısan. Kimə əməliyyətlər Əzizlərim, bu mübarək gündə Sabir müəllimin hələ 30 il bundan qabaq əzbərlədiyim bircə mən şeirlə onu təbrik edəcəm. Yaşayıb dolanıb gözəl dünyada, qurmayan da oldu, quran da oldu. Əsl insan kimi ömrünü bana, qurmayan da oldu, quran da oldu. Çoxu ləkə yaxdı yüzünün üstə, həmişə insanın düzünün üstə, söz verib kişi tək sözünün üstə, durmayan da oldu, duran da oldu. Mən illər uzunu gözlədim səni, nə hicran, nə kədər əymədi məni, möhnəti, məlalı, qəmi, qüssəni, yormayan da oldu, yoran da oldu. Təbrik edirəm sizə. Uzun ömür, can sağlığı, ailənizlə, balalarınızla bir yerdə xoşbəxt olasınız. Nə mutlu sizə ki, sizin ad gününüz bu gözəl gündədir. Təbrik edirəm. Allah sizə ömür versin. Sabir müəllimin prezidentimiz tərəqqi medalıyla tərəqqi edilir. Tərəqqi medalı fərqlama verir. Sabir müəllim o ad günündə tərəqqi medalını tərdik münasibətilə. Ürəkdən təbrik edilir. Hamınıza bir təşəkkürümü bildirirəm. Mən çoxluğunu çox xoşbəxtliyə verirəm ki, Abdullah müəllimin müəllifi olduğu Xalisə kitabının təqdimatı ilə mənim ad günüm eyni bir günə düşmüşdür. Səttar dayının bacısı mənim Lətif əminin yoldaşıdır. Digər tərəfdən Lətif əminin qızı Səttar dayının oğlundadır. Səkiz baş oldu. Gör neçə tərəfdən qoyulur. Digər tərəfdən kənddə də qapı bir qonşu. Yəni çox biz mehriban, münasib adamlarıq. Bir də ki, Səttar dayıya mən ona görə çox dibdə eləyirəm, həsəd aparıram ki, yəni bunda çox möhkəm iradə var. Arzu edərdim ki, o möhkəm iradə bizim indiki gənclərimizdə də olsun. Məlumdur ki, spirtli içkilərdir, papirozlu orqanizmin evini yıxır, körlüyür. 40 il, 50 il bununla məşğul olan bu yaşda adam bir dəfəlik onu tərk edə bildi. Bax, mən buna dibdə eləyirəm. İndi cavanlara kimə izah edirsən ki, ay kişi, bu sigaret ölümdür, ölümlə nəfəs almaq. Niyə tərk edə bilmirəm? Bəs bu yaşda kişi necə tərk etdi? Bəs sənin iradən hardadır? Ona görə Səttar dayı, mən yenə deyirəm, sənə dibdə eləyirəm. Ona görə çox hörmətim artır sənə. Allah sənə uzun ömür, can sağlığı versin. Mən də bir asfaltlar kimi həmişə bizim cavanların başının üstündə olasan. 20 il, 23 il, 24 il bundan əvvəl Elman müəllim Sabunçu rayonunda bir idarənin rəisi idi.
Bugün məsəl üçün bu məclisi burada təşkil eləmək, onun nə qədər torpaq sevər, vətənini, xalqını sevən, öz kəndçilərini sevən bir insan olduğunu, alicənab bir insan olduğunu bir daha sübut edir. İlman müəllim, mən ona görə sənə çox böyük təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm. Mən sizin xatirəniz. Burada bir adamın adını çəkmək istəyirəm, o Sabir Ələkbərov. Çünki mənim bu son 15 ildə bütün tədbirlərimizə dayaq duran, həm mənəvi cəhətdən, mənə böyük qardaş kimi, bir yaşıq kimi, taytuş kimi mənim qeydimə qalıb, öz köməklərimi məskərlərim. Sabir müəllim yazmışdı ki, belə idi Xalsanın hər oğlu qızı, həmişə mərd olub, ürəkli olub, ata-anasının ruhu şad olsun filan, elə qoya gərəkli olub. Salam, hörmətli Hadisə cəmaatı, doğmalarım, əzizlərim, ən yaxın adamlarım. Sizi görəndə qəlbim şad olur, çox sevinirəm. Ürəyim dağlar kimi, hər bir Xalsalını görəndə. 40-a yaxın Xalsa cəmaatı, mənim doğmalarım, əzizlərim var. Bir balaca da məyus oldum, çünki biraz yuvandığıma görə eşitdim ki, bir ziyalı yoldaşlarımız çıxış edib. Mən onu eşidə bilmədim, işdən gəlib yuvanmışam. Mən oradan çıxanda 35 yaşım vardı. Ələkbərov Sabir Qaroğlu, 1952-ci ildə anadan olmuşam. Kənd Təsərrüfatı İnstitutunun Zalim Texniki ixtisasında bitirmişəm. İqtisadçı, ekonomist, həmkarlar, sədr müavini, ferma müdürü və s. işləmişəm. 88-ci ildə başkanlıq dövrü Xanlar şəhərinə getmişəm. Rayon İcra Komitəsinin şöbə müdürü, baş mütəxəssis vəzifəsində işləmişəm. Milli Məclisin qərarı ilə Ali Məhkəmənin xalq idarəçisi vəzifəsinə 5 il müddətinə 1995-2000-ci illərdə seçilmişəm. Və hal-hazırda Sədərək Ticarət Mərkəzində Həmkarlar İttifaqı Komitəsinin sədriyəm. Xalsa cəmaatı, veli cəmaatı, mənim ən əziz, ən istəkli, ən hörmətli qonağım. Gözün üstə yerim. Sabir müəllimin bir şeirini oxuyun. Yazır ki, doğma kəndim yaza düşüb çayların. Doğma kəndim yaza düşüb çayların. Sinən üstə çağlamağa gəlmişəm. Ətir saçan çiçəyini, gülünü mən doyunca qoxlamağa gəlmişəm. Barı çoxlu deyindinmi qarama, daha məni özgə yerdə arama, sənin adi göy otunu yarama, mərhəm kimi bağlamağa gəlmişəm. Harda olsam, sən olmusan gərəyim, sənsiz axı olar mənim denəyim, ayrılıqdan yaman dolub ürəyim, bir doyunca ağlamağa gəlmişəm. Qayıtmışam bir gör hansı yaşımda, bu ötən illərin qarı başımda, əksini mən torpağın da, daşın da, gözlərimdə saxlamağa gəlmişəm. Həsrətin çəkdinmi sənsiz yalqızın, oduna yanmışam bir insafsızın, ürəyimin tellərini o qızın hörüyünə bağlamağa gəlmişəm. Doğma kəndim, ülfətimiz var bizim, sinən üstə hər qarışda var izim, torpaq altda neçə doğmam, əzizim, mən onları yoxlamağa gəlmişəm. Dərddən, qəmdən bir yükü var Sabirin, daha daşıb kasası da səbirin, qucaqlayıb baş daşını qəbrin, hönkür-hönkür ağlamağa gəlmişəm. Hönkür-hönkür ağlamağa gəlmişəm. Sabir müəllimin hər şeyi yaxşıdır, ancaq o qədər qısqaçdır, o qədər utancaqdır ki, şeirlərini topladıq, dedim ki, sən bir dənə okeydir, bunu verək çapa. Yox, hələ qoy bir də baxın, bir də baxın, bir də baxın. O qədər baxdı ki, gəldi çapdı, 70 yaşına çapdı, hələ də şeir kitabı çap olunmuyor. Həsbətdən çap olunacaq. İndi, ancaq Sabir müəllimin bir neçə bəndini oxumaq istəyirəm. Qab-qacaq yığardım dizimin üstə, şeirimi yazardım dizimin üstə, səni saxlayardım gözümün üstə, heyf o xalsalı şirin günlərə. Heyif o xalsalı şirin günlərə. Görən iz qalıbmı izimin üstə, şeirimi yazardım dizimin üstə, səni saxlayardım gözümün üstə, heyif o xalsalı şirin günlərə. Qəlbimin ocağı, közü sən idin, dilimin ən şirin sözü sən idin, bütün gözəllərin gözü sən idin, heyif o xalsalı şirin günlərə. Qəlbim eşq oduna pişirdi onda, şeir yazan öyünür, şişirdi onda,
Bir şeyle bir puse düşürdü onda heyif o xalçalı şirin günlərə. Üstündə hər zaman gözüm olardı, qəlbinə tükənməz dözüm olardı. Qurbanın hər dəfə özüm olardım, heyif o xalçalı şirin günlərə. Xalçam neçə yerdə iz orada Allah, sürtərəm izinə üz orada Allah. Necə bəxtəvərdik biz orada Allah, heyif o xalçalı şirin günlərə. Yanar ocağımız, közümüz orada, gör necə dağımız, düzümüz orada. Biz burada qalmışıq, gözümüz orada, heyif o xalçalı şirin günlərə. Neçə harayımız, ünümüz qalıb, acılı, şirinli günümüz qalıb. Vallah imanımız, dinimiz qalıb, heyif o xalçalı şirin günlərə. Qışda gəlin kimi ağ geyinərdi, düzlər geyinərdi, dağ geyinərdi. Buzu qırıb çimmək böyük hünərdi, heyif o xalçalı şirin günlərə. Yazın gəlişi ilə bağçada, bağda quşlar cəhcəh vurub səs eyləyərdi. Hümbətlə İsrafil, qəşəmlə Eylaz qalxozun işinə bəs eyləyərdi, heyif o xalçalı şirin günlərə. Payızda bağça bax xəzərləşərdi, hamı hey çalışar, hey əlləşərdi. Xalçam gündən günə gözəlləşərdi, heyif o xalçalı şirin günlərə, heyif o xalçalı şirin günlərə. Bir fəxrlə bizim 4 nəfər zəhmətkeş insanın əməyini bəsləyir. Bayram müəllimlə görüş keçiriləcəyini biləndə düşündüm ki, bu görüş haradasa 3 saat, 4 saat çəksin. Əgər mənim Bayram müəllimlə kitabını oxuyandan sonra gördüm ki, haradasa bir 5-6 saatlıq söhbətim var. Bu, biz 3-4 saat görüşəcəksə və bu digər yoldaşlar harada danışacaqlar, öz sözləri necə deyəcəklər. Ona görə belə qərar aldım ki, bu görüşdən sonra nə vaxtdan mən ayrıca Bayram müəllimlə bir görüş keçirəm. İnşallah. Təşəkkür edirəm Bayram müəllim sizə. Kitabınızı oxumuşam, yoldaşlar hamısı çox gözəl qeyd elədilər. Çarı Baba haqqında yazdığınız poema kəndimizin bütün xüsusiyyətlərini, bütün adamlarını özündə çox gözəl əks etdirir. Kəsiləndə xoruzların səmiri, anam tamam yoğurardı xəmiri. Poemanın bəzi yerlərində qeydiyyatlar eləmişəm. Bir atasına şeiri həsr eləyir. Ondan sonra anasına şeir həsr eləyir. Anasına həsr elədiyi şeiri oxuyanda şirindi, acılı ömür keçmişəm, yaxşını yamanı görüb seçmişəm. Evli eşikliyəm, var işim keçəm, uşaqlıq həsrətim anam dildədir. Ürək ağrısına, hey gözə-gözə, duranda nadanla bədən üzüzə. Bir səs eşidirəm, oğul gəl bizə, dizimin taqəti anam dildədir. Neçə anaya da anam anadır, aləm bir yanadır, o bir yanadır. O açan süfrədə şor da baldadır, ağzımın ləzzəti anam dildədir. Gəlinin, yezlənin bilir yerini, çəkir qardaş bacı dərdi səlini, ərköyün böyüdür nəvələrini, hər kəsin qisməti anam dildədir. Qızına bilmirik oduna qazın, havası isinmir otağımızın. İndi duyuram ki ocağımızın közü, hərarəti anam dildədir. Ömrüm qar fəslidir, ağarıb saçım, məni ata bilir qardaşım, bacım, çətində mən kimin yanına qaçım. Ata şan şöhrəti anam dildədir. Bu şeir şair Qasım Qasımzadənin şeiridir. Bayram müəllim Respublikamıza təqdir. Əziz Hacca kənd cəmaəti, bugün tədbirdə hamınızı xoş gördük. Hamınızı salamlayır, bağrıma basıb götürəm. Bir nəfərlə görüşüb qucaqlaşanda elə bilirəm ki, bütün Xalça kəndini qucaqlayıram. Elə hesab edirik ki, həmin Xalça kəndi ilə bir yerdə görüşük. İndi o hesabla götürəndə burada 100-dən çox vəziyyətdə yaxın adam var. Gör, bugün bu tədbiri görənlər, bu tədbirə bizi dəvət edənlər nə qədər xeyirxah bir iş görmüşdür. Bütün onlara mən öz təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar. Sən Bilal müəllim, mən sizə öz təşəkkürümü bildirirəm. Bugün tədbirin əsası 1973-cü ildə, yəni 50 il bundan qabaq Xalça kənd orta məktəbinin buraxılışı olubdur. İndi onlar 50 illiyini qeyd edirlər.
çox gözəl, hamınızı təbrik edirəm. 73-cü ildə buraxılan uşaqlar seçmə uşaqlar, seçmə yoldaşlardır. Hamısı hörmətli, hamısı qeyrətli, müxtəlif peşə, sənət adamlarıdır. 72 yaşımız, ən yaşlı, 36 ilini orada yaşamışam. O dövrdə mən Xalça kənd kolxozunun sədr müavini idim. Nərman müəllim Həmkarlar Təşkilatının sədri idi. Sevda xanım da Komsomol Təşkilatının katibi idi. Bir otaqda işləmişik, bir kabinetdə ilə. 36 ildən sonra yenə gəlib bir yerdə yan-yana durmuş. Sənin ad günümü təbrik edirik. Sən xalqımıza, elimizə, obamıza layiqli dostsan, yaxşı bir nümunəsən. Olmasını şansağı, uzun ömür bəxt edərsən. Mən artıq sizdən böyüyəcəm yaşda gedirəm və sizə də yol açaq. Afranca gəlin, mən nə qədər ki gedirəm Afranca gəlin. Sizə aparım bir yüzə çatdırım, ondan sonra bıraxacam özümüz. İnşallah. Belə idi xalqanın mərd olur qızı, həmişə mərd olur, ürəkli olur. Ata-anasının ruhu şad olsun. Bilal Elvaya gərəkli olur. Elə bu sözümlə mən demişəm. Eyni zamanda 11 sentyabrda mənim ailə qurduğum gündür. Sizin də ad günümüzdür. Sizə uzun ömür, can sağlığı arzu edirəm. Sağ olun. Mən Ərəş Toruk, Cənubi Azərbaycanın Vedibasa rayonunun Xarıça kəndi vəkiliyəm. Biz Xarıça kəndində bir yerdə yaşamışıq, bir yerdə böyümüşük, bir yerdə işləmişik. Bugün Xarıça kəndini tərk eləməyimizin erməni vəhşiləri tərəfindən deportasiya olunmağımızın 35 illiyini qeyd edirik. Və çox şadıq ki, Xarıça kənd cəmaatı yığışmış bir yerə bir-birimizlə görüşürük. Nərman müəllim Xarıça kənd kolxozunda Həmkarlar Təşkilatının sədri işləyir. Lətifə xanım mağazada satıcı işləyir, mağazada bir olur. Firdovsi müəllim kəndimizin ən əlaçı tələbə şagirdlərindən biri olub. Uzun müddət fəaliyyəti Türk Universitetinin işçisi əməkdaşı olub. Asiya xanım gözəl sahibkardır, məndən bir sinifdir, mən üçümüz bir sinifdə oxumuşuq. Yəni biz yoldaşlar da qeyd elədiyi kimi ümidvarıq ki, Cənab Prezidentimiz İlham Əliyevin sayəsində yeridən öz vətənimizə, gəldi Azərbaycanın bir olsun Xarıça kəndinə qayıdacaq. Amma bizdə ümid var, necə ki Qarabağı aldı, dünya xristiyan qrupunun güclü dövlətlərinin təzyiqinə baxmayaraq Azərbaycan öz doğru hesabla Qarabağın müharibə gücündən aldı və inşallah bir gün olacaq ki, Vedibasara, Xarıça kəndinə və ümumiyyətlə Qərbi Azərbaycana 300 min Azərbaycanlı qayıdacaq. Muavin işləyəndə kənddə, mənə də vermişlər onu gəzdirir. Bugün mənə dedi, sür gedə zavoda. Getdi orada pomidor alır, badımcan alır. Dedim, var sabır, sənin nə işin var? Mənə deyiləm, bu şeylər lazım gətirimlər, sən niyə burada əziyyət verirsən? Bir gün də ondan xəlbət 20 dənə qarpız yüklədim maşına, da apardım evlərinə. Mən gördü, dedi, get o qarpızı nə təri gətiribsən, eləcə də yüklə, apar, apar, istəyirsən apar. Sabit məndən barabar gecə gündüz gəzdir. Deyir, mama o lazım deyil, mən istəmirəm, bir dənə çöp tapmaq lazım. Onun kimi adam inanmıram, kənddə var. Deyir, bütün yer, kolxozun malıdır, yox. Gərəkdir. Xeyrə şərə qarışmayan, vətən deyib alışmayan, həqiqəti danışmayan dil nəyimə gərəkdir. Daşda çiçək bitirməyən, dərdi qəmi itirməyən, elə fərəh gətirməyən il nəyimə gərəkdir. Vəfasızı itirməsə, torpağı gül bitirməsə, nər oğullar yetirməsə, el nəyimə gərəkdir. Boş hayküydə denə varmış, saf məhəbbət lal olarmış, bəzən sükut danışarmış, zil nəyimə gərəkdir. Gəl unutma etibarı, müqəddəs tut namus arı, sabir sevməz malı varı, bil nəyimə gərəkdir. Qış idi, soyuq idi, külək yaman əsirdi. Həmin ilki şaxta da qılınc kimi kəsirdi. Əhməd qayıdır işdən, o evinə tələsir.
Gördük ki 2 tula soyuqdan tir-tir əsir. Tulalardan birisi çox yanıqlı uladı. Yaxınlaşıb Əhmədə quyruğunu buladı. Əhməd yaman doluqdu, lap az qala ağladı. Tulaları gətirib qapısında saxladı. Ona çörək su verib həyatında bağladı. Beləcə ötdü illər, dərd qəmləri yoxaldı. Tulalar itirar, nəsil verib çoxaldı. Bu itlər Əhməd Aqtar çox götürqo etdilər. Yaxşıb tədbir töküb ona hücum etdilər. Ulaşıb dedilər ki, torpaqda üzümdür, torpaqda tarixin sizin yox bizimdir. Əhməd yaman hissləndi, çox da fikrə getdi. O itləri qovmadı, dedi ki, bizim itdir. Amma elə bilməyən hər şey bununla bitdi. İtlər döndü sıçanına, keçdi hər cür deşikdən. Əhmədin uşaqları qovuldu eşikdən. Ürəyi yumşaqlı Əhmədin səhvi oldu. Onca ilin içində onun həyat bacarsız çoxluca itlə doldu. Xarici ölkələrdən bu itlərin səsinə səs verən itlər oldu. Ulaşıb dedilər ki, torpaqda üzümdür, torpaqın sizinki yox bizimdir. İlham müəllim, 1966-cı il, neçə il keçirir vaxtdan görür? 58 il. Aha. 66-cı ildə mən məktəbdə oxuyanda Əziz Nəsrullayev, Əziz müəllim, məktəb direktoru idi, təzə gəlmişdi. Gəlib qapını, əmin Ələşrəf müəllim qapını döydü ki, Əziz müəllim, icazə ver, sabri aparın, park-paltar alın. İrəvandan park-paltar alacam, İrəvan şəhərindən. O vaxt məktəb təzə açılanda uşaqlara təzə paltar alırdılar, məktəb paltarı. Əziz müəllim də icazə verdi, mənlə beraber də qapının ağzına, sinifin qapısının ağzına qədər gəlib, əyilib oradan qulağıma deyir ki, bir dəst kostyum şalvarda mən alarsan. Məktəb direktoru, belə zarafatçıdır, şən, güləriz müəllimi idi, Allah rəhmət eləsin. Amin. İndi səhər sən yeyib deyirsən, gedirəm ticarət mərkəzinə, tez o yadıma düşdü, deyirəm ki, gərək telefonda Bilal müəllimə deyədim ki, bir dəst kostyum şalvarda mənə alarsan. İnşallah. O vaxtdan deyirsən 58 il keçirir. Gördüm, hey, taleyimiz tərsinə mi yazıldı? Biz vedidən olmağımız nağıldı. Ellər köçdü, yurt yuvamız dağıldı. Obaların gözü yolda qalar, hey. Ulu sözü nəsihətdir, öyüddür. Heç kəs deməz qızıl vaxtı üyüddür. O səslənən eşqə şahid söyüddür. Orada bizsiz saçlarını yolar, hey. Xəcil olsun torpaqdan pay umanlar, gözlərini həqiqətə yumanlar. Qoşun çəkmiş bu şübhələr, gümanlar, ümidimi ürəyimdən talar, hey. Zalım fələk sökür ömrün himini, gah qaldırır, gah endirir kimini. Qəmli neytək ürəyimin simini, gecə gündüz sızladar, hey, çalar, hey. Ürəkləri göynədən ah amandır, köskün bilir, qərib olmaq yamandır. Hər bir dərdə böyük loğman zamandır. Boşalan yurt nə zamansa dolar, hey. Boşalan yurt nə zamansa dolar, hey. Çox hörmətli Sabir müəllim, səni Vedibasar Mahallinin Xalisə kənd ziyalıları adından, uşaqlıq dostların, sinif yoldaşların, şəxsən Binnət müəllim və mənim ailələrimiz adından, həmçinin səni tanıyan bütün ziyalılarımız adından təbrik edirik. Ad günün mübarək.